Böyük alimlərdən biri deyir ki, İzə əhsəntəs sərair, əhsənəllahu Teala əz-zavahir. Sən əgər öz gizli halını islah etsən, Allah Teala sənin zahiri əməllərini islah edər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, dağın yüksək bir yerində olan bir şəxs azan verir, sonra namaz qılır. Yəni namaz qılır, bu sadə bir insandır, çobandır. Və Allah Teala bunun halına təəccüb edir. Və Allah Teala deyir, mənim bu quluma bir baxın. Deyir ki, azan verib namaz qılır, məndən qorxur. Artıq mən onu əfv etdim. Onu cənnətə daxil etdim. Yəni bu nəyin misalıdır? Bu təqvanın misalıdır. Baxmayaraq ki, onu heç kəs görmür. Ucqar bir dağın başındadır. İnsanların gözündən uzaqdır, amma Rəbbini unutmur.